hörmətli qonaqlar, əziz valideynlər və dəyərli tamaşaçılar. Sizi Azərbaycan Dövlət Uşaq Filarmoniyasının Sədəf Xalq Çalğı Alətləri Ansamblının solo konsertində səmimi qəlbdən salamlayırıq. Bugün bu səhnədə Azərbaycan xalqının əsrlər boyu qoruyub yaşatdığı zəngin musiqi ənənələri yenidən canlanacaq. Tar, kamança, qanon, nağara və digər milli alətlərimizin sehirli sədaları vasitəsilə xalqımızın ruhunu, tarixini və milli kimliyini əks etdirən unudulmaz musiqi nümunələrinin şahidi olacaq. Bugün qarşınızda çıxış edəcək gənc ifaçılar Azərbaycan Dövlət Uşaq Filarmoniyasının peşəkar müəllimlərinin zəhməti və qayğısı ilə yetişən istedadlı musiqiçilərdir. Onların hər bir ifasında böyük zəhmət, əzm səhnə mədəniyyəti və əsassız isə milli musiqimizə sonsuz sevgi hiss olunur. Artıq 25 ildir ki, bu səhnədən sizi salamlayıram. Sevindirici haldır ki, hər il yeni istedadlı uşaqlar bu səhnədən çıxış edir. Onu da qeyd edim ki, filarmoniya yarandığı ilk gündən bir çox sənətkarların həyatında mühüm rol oynayır. Belə ki, rəhmətli Aygün bəylər hər zaman çıxışlarında qeyd edirdi ki, ilk dəfə olaraq Uşaq Filarmoniyasında nağara ifası ilə tanınır. Daha sonra isə muğam, mahnılar oxumağa başlamışdı. Ümumiyyətlə, filarmoniyada əməkdar artist Rəhimxanım Vəliyeva, tar ifaçısı Ələkbər Ələkbərov, Əliyağa Sədiyev, Gülay Zeynalova və son illər Respublikada keçirilən muğam müsabiqəsinin qalibləri Sədəf Budaqova, Zabita Aliyeva da Uşaq Filarmoniyasının solistləri olmuşdular. Xalq çalğı alətləri ansamblının solistləri dünyanın bir çox ölkələrində, Fransada, Almanya, İngiltərə, Türkiyə, Qazaqstan, Qırğızstan, Moskva, İndoneziya, İran və başqa ölkələrdə Azərbaycan musiqisini təmsil etmişdilər. Eyni zamanda bunu da qeyd etməyi özümə borc bilirəm ki, 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunmasında qəhrəmancasına şəhid olan ansamblımızın tar ifaçısı Toğrul Hacıyev də yad etməliyik. Toğrul Hacıyev həm bakalavr, həm magistr təhsili almış gözəl tar ifaçısı idi. Xahiş edirəm, bütün şəhidlərimizi bir dəqiqəlik sükutla yad edək və konsertimizi başlayaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Çox sağ olun. Konsertimizə başlayırıq. Xudayar təsnifi. İfa edir Dadaşlı Eynullar.
Mənim Azərbaycanım ifa edir Hüseynli Yusif. Gülür eller, ifa edir Abdullayeva Xədicə. Bayram gelir
Xalq mahnısı Şuşanın dağları. İfa edir Qədimov Turan. Şahit dostum ayaq saxlab yerdən Şahit dostum ayaq saxlab yerdən İlhamın duası Qarabağdadır Duyduran hay salam sonra gönlər Duyduran hay salam sonra gönlər Qaçınlar yuvası Qarabağdadır Aman 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 aydadır gidadan Dağlar başımlar Toplar yaşımlar Nereden kalkar toplar Nereden kalkar toplar Sen başlar Rabbeher Ölerler Onu bilir Danışmasan da Bir möhkəm almışlar. Bizim Flavonların yeni iştirakçısını ona uğurlar arzulayırıq. Təşəkkür edirik.
Azərbaycan oğluyam. İfa edir Tanrıverdiyev Tamerlan. Sen dermanı istersen ister ey dostlar. Sen dermanı istersen ister ey dostlar. Torpağım olsun aramı yanma. Aramı yanma.
tərəkəmə rəqsi. Bugün bizi təbrik etmək üçün xüsusi qonağımız var. Pərvanə Hüseynli bizim üçün gözəl tərəkəmə rəqs edəcək. Pərvanəyə gözəl alqışlarınızı əsirgəməyin. Mən sənə söz vermişdim məşqət kimi. Sənə özüm şəxsən bir təqdim edəcəm ki, sən qəşəng oynamısan. Səni təbrik edirəm. Xahiş edirəm, Pərvanəyə gürültünə alqışlarınızı. Onun anasına təşəkkür edirəm. Çox zəhmət çəkib, məşqlərinizə gətirir. Bir daha təşəkkür edirəm. Çox sağ olun. Səni böyük-böyük səhnələrdə görək həmişə. Buyur qızım. Çahargah ifa edir Tarda Sadıqzadə Mehdi.
Yandırdı qəlbimi aman. İfa edir Məmmədova Ayan. Bizim kimi hələ də bəxtiyar olan yoxdur, yox. Bizim kimi hələ də bəxtiyar olan yoxdur, yox. Güzel zamana, güzel rüzgarımız vardı ya. Ya can, ya can, ayda ya. Senin kalbimle bağlıyor sana, eziyet vermişsin ben sevana. Senin kalbimle bağlıyor sana, eziyet vermişsin ben sevana. Yandırdın kalbimi ama yaşadım ama ben sana yar. Sensiz yaşayabilmem istediğimi canlar bu eşkine inan. Seni görmeye de fenadır halim, İntizarda koyma yardan alayım. Seni görmeye de fenadır halim, İntizarda koyma yardan alayım. Yandırdın kalbimi aman ey aşık aman, ben de sana yar. Sensiz yaşayabilmem istediğim canlar bu eşkine inan. Yandırdın kalbimi aman ey aşık aman, ben de sana yar. Sensiz yaşayabilmem istediğim canlar bu eşkine inan. Yandırdın kalbimi aman ey aşık aman, ben de sana yar. Sensiz yaşayabilmem istediğim canlar bu eşkine inan. Yandırdın kalbimi aman ey aman, ben de sana yar. Sensiz yaşayabilmem istediğim canlar bu eşkine. Neylərəm? İfa edir Mikhailov Mirəli.
Ey Müslümanlar bir yanına koştum cahan. Ey Müslümanlar bir yanına koştum cahan. Ben çınardan ayrı düştüm, bu cahan eyler, eyler. Dilber aydın eylesin, dilber aydın eylesin, sabir olma falan. Ben bunu sen eylesen, bana falan eylerem.
Anam Azərbaycan ifa edir Əhmədli Gülay. Bir kara buldu dollar bağlı. Gel çekmeye sinemaya sen canlar. Gel çekmeye gel çekme sinemaya sen canlar. Gümüş topuğunda kal sana kurban. Ben sana her şey aman demişim. Ülketin şirinler esindir. İnan ki dünyada gider. Eğer aramda bir ayrılık, anam benim var, anam bacağım. Düşmeye bir anda senden ayrı. Muhabbet, dostlar, yaramı ebedi muhabbet. Sezerim göğün arazım külü. Eşkini koparmam olmazsa da. Geçerim hayatım, geçerim ömrüm. Sevincim her bir yüreği sensen. Anam mehriban, Azerbaycan. Düşmeye bir anda senden ayrı. Sonsuz muhabbet, sözün dostlar. Yaranım ebedi muhabbetimle. Yazında renklerin cehanda. Ocaklara geçinde bana azizdir. Serif hayatında mahlularında. Yaşayan sevinç yüreğimizdir. Anam mehriban, Azerbaycan'ım. Düşmeye bir anda senden ayrı. Sonsuz muhabbet, sözün dostlar. Yaranım ebedi muhabbetimle. Anam mehriban, Azerbaycan'ım. Düşmeye bir anda senden ayrı. Sonsuz muhabbet, sözün dostlar. Yaranım ebedi muhabbetimle. Uzundərə rəqsi ifa edir Dövlət Uşaq Filarmoniyasının ən gənc müəlliməsi Nuranə Qəmbərova. Alqışlarınızla səhnədə.
Necədir, xoşunuza gəlir? Festivalların, laureatların qalibi Əskərova Mələk xanım, Məhdubə.
sənə qurban. İfa edirlər Əhmədli Gülay, Hüseynli Yusif. Çiçək rəqsi ifa edir Dövlət Uşaq Filarmoniyasının rəqs ansamblının qızları. Bədii rəhbər Nigar Zeynalova.
Məmmədova Ayan, Əskərova Mələk. Şalaxo rəqsi qanon alətində ifa edir Qafarova Fatimə.
Çağırgah təsnifi ifa edir Xədicə və Mirəli. Başlarım çamadır ana gözləri Hər qaldan şəkərdən şirin sözləri Gəlmədim sevgilim ey nazlı dilbər Gəlmədim sevgilim ey nazlı dilbər Mən səni sevmişəm qoy bilsinlər Mən səni sevmişəm qoy bilsinlər Vay qız, gəlmən dalınca Səndən çəkmədim məni görünca Vay qız, gəlmən dalınca Səndən çəkmərəm məni olunca Məhəbbət eşq ilə çırpınırım mən Nə rahatlıq ilə qədədincəm mən Bilirəm sevdirsən amma ki nədən Bilirəm sevdirsən amma ki nədən Eşqimi qəlbində sən gizlədirsən Eşqimi qəlbində sən gizlədirsən Olan gəlmən dalınca Sənə həlimərəm nişan olunca Olan gəlmən dalınca Sənə həlimərəm nişan olunca Nişan olunca Səninki varlığın mənə bağlıdır İntizar çəkməkdə sinəm dağılır Can xatırlaya zəhri peymanı Can xatırlaya zəhri peymanı Bir gün bədələr söylər bəsanı Bir gün bədələr söylər bəsanı Oy qız, Olan gəlmən dalınca Sənə həlimərəm nişan olunca Olan gəlmən dalınca Sənə həlimərəm nişan olunca Nişan olunca Tango qarmonda ifa edir Məmmədova Alyanan.
Qarabağ mahnısı ifa edirlər Turan və Məryəm. Bu mahnını hamı bilir, zalda da mənim çoxdakı tələbələrimiz var. Nəqarət hissəsini hamı bir yerdə oxusaq, çünki Qarabağ artıq bizimdir. Bir xahiş edirəm, görkəmli. Sevdim
təbrik etməyə gəlmiş. Vaxtilə Azərbaycan Dövlət Uşaq Filarmoniyasının solisti olmuş 5-ci muğam müsabiqəsinin qalibi Sədəf Budaqova. Özüm gülderirəm, özüm gülderirəm, yalnız gəlib də gülderirəm. Yar mən bu musiqi tövhəmi, mən musiqi tövhəmi, siz qonaqlarımıza göndərirəm. Ah canım, yar ey dağlarda dumanı gözəl, daşların amanı gözəl, dağlarda dumanı gözəl, daşların amanı gözəl, üstünə heç birisiz olmaz, gözəlim amanı gözəl, üstünə heç birisiz olmaz, gözəlim amanı gözəl. Ağlatır ağlamı baştan, keçmək olmaz bu göz yaşlar. Ağlatır ağlamı baştan, keçmək olmaz bu göz yaşlar. Sizi mən yamanı sevirəm, ürəkdən canlanı sevirəm. Səni mən yaman sevirəm, ürəkdən canlanı sevirəm. Mənə gələk və baxana, aşiqəm etmə cəfana. Mənə gələk və baxana, aşiqəm etmə cəfana.
salamlayıram. Dövlət Uşaq Filarmoniyası mənim üçün çox doğmadır, çox əzizdir. Çünki 2008-ci ildən mən buranı getirməsiyəm, indi də getirməsiyəm, hal-hazırda da deyirəm. Çünki Qönçə müəllimə ilə biz artıq bir evli, bir doğma kimi olmuşuq. Onun mənim üzərində əməyi danılmazdı. Bunu hər kəs bilir. Fidan müəllimə, sizi salamlayıram. Burada bizim uşaqlıqdan Kənanı gördüm, İsanı gördüm, xoş oldu, valideynlərimizi salamlayıram. Körəlməmək əldə deyil. Həqiqətən Qönçə müəllimə bugün mənə dedi ki, sən 18 bizim tədbirdə iştirak eləməlisən. İnanın artıq 5-ci tədbirdir ki, buradayam. Qönçə müəllimə, gəlin bir meydana. Mən sizi çox sevirəm. Sizin mənim üçün yeriniz tam başladı, bunu bilirsiniz. Qönçə müəllimə mənə mənəvi anadır. Bunu hər dəfə də deyirəm və deyəcəm də. Qönçə müəllimə həm mənim üçün, həm mənim ailəm üçün çox dəyərli, çox əziz insandır. Öpürəm sizi, təbrik edirəm. Əliniz qolunuz var olsun. Bu konsertdə əməyi keçən hər kəsə minnətdarlığımı bildirirəm. Bizim vaxtımızda da çox gözəl tədbirlər ərsəyə gəlirdi, çox gözəl dəstək var idi. Musiqiçilərimizi, tələbələrimizi salamlayıram, uğurlar olsun. Elbrus müəllim, siz də gəlin bir meydana zəhmət olmasa. Çünki bugün danışmağı özümə borc biləm, ürəyim doludur. Elbrus müəllimi də əziyyətli, danılmazdı. Elbrus müəllimi mənə çox dəstək olub. Allah sizi var eləsin, səsiniz var olsun. Qönçə müəllimə, bəlkə estafeti sizə ötürüm. Hə? Yoxsa birazdan. İndi ürəyi dolu deyə. Baş üstə. Elə Qönçə müəlliməni bir gürültülü alqışlayaq. Çünki mən indi səhnədə çıxıram. Qönçə müəllimə ifa edəcək. Qönçə müəllimə beşə qatlar oxumalı da var. Bilmirsinizsə bunu deyim. Çox sağ olun. Bir daha bayramımız mübarək olsun. Uğurlar olsun hər birinizə. Çox xoş oldu. Var olasın. Mübarə, ay mübarə, kim yığar, kimə para, qalxsanızda gül olsun, bülbül olsun. Mən gəlmişəm keyf görüm, suruna görüm, dəst görüm. Salam, ay cəmaat, bayramınız mübarək, bugün Novruzdur, hamınız evində şənlik var, bəs Kosa oradadır. Ay Keçəl, buradayam, mən gələn kimi bahar da gəldi. Görürsən necə günəş çıxır. Amma sən gələndə bir arada şənlik gətir. Novruz bayramı oyunsal gözəl olur. Düz deyirsən, bu bayram bildik, dostluq və sevinç bayramıdır. Qoy hər evdə bərəkət, hər ürəkdə sevinç olsun. İndi dostum Ziya sizi şeiri ilə təbrik edəcək. Gəlib Novruz bayramı.
Yandırmışıq bir şamı, tonqallar alışıbdır, sevincimiz daşıbdır. Pərəylənir uşaqlar, papaq atır qoşaqlar, hər evdə ağacdan alır, şənlik göyə ucalır. Bayramınız mübarək! sona yetti. İlk önce öz teşekkürümü bildirirəm. Hər birinizə ki 2 saatdır. Burada siz yorulmuşsunuz yəqin ki. Yoksa davam eləyək. Yəni mən cümhuriyyətimizə təşəkkür edirəm. Bütün filarmoniyanın işçilərinə təşəkkür edirəm. Zəhməti olan hər bir kəsə təşəkkür edirəm. Çünki
Səhərdən hamı buradadır, saat 9-dur, işçilər də, direktorumuz da, direktor müavinimiz də 2 saatda oturublar. Yəni bizdə bu il rekorddur da 2 saat konsert, həmişə 1 saat 20 dəqiqə olub. Üzr istəyirəm ki, bu qədər uzun keçdi. Çünki məcbur idim, bütün uşaqları ifa etməlidirlər, hamısı əziyyət çəkir, gəlir. Uşaq var ki, ilk dəfə çıxış edir, uşaq var ki, səsi dəyişir, amma illərdir gəlir, gedir, ona da bir nömrə verməyə məcbur idim. Çünki yəni əziyyət çəkir, valideynlər göndərir uşaqlara, heç birisi ruhdan düşməsin deyənə hamısını oxutturmalıydı bu günləri. Bugün bizim hesabat konsertimiz idi. Və səhnəyə alqışlarınızla Filarmoniyanın direktoru Səidə xanım Tağzadəni dəvət edirəm. Direktor müavinimiz Meyran xanım Muradzadəni kiçik hədiyəmiz var sizlərə və istəyərdim ki, görək biz bu imtahandan 5 aldıq, yoxsa 2 aldıq. Və sonda çox üzr istəyirəm, Elbrus müəllimin əziyyətini bir alqışlayalım. Çox əziyyət çəkir. Məxalət müəllimə bir alqışlarımızı ansambl bütün üzvlərinə təşəkkür edirəm. Axşamınız xeyir, hamınızı təbrik edirəm, Novruz bayramınızla mübarək. Uşaqlar mühtəşəm idiniz, təbrik edirəm sizləri. Sağ olun, sağ olun. Özgür xanımın Rus müəllim və bütün xalq şanlı ansamblıdır. Təbrik etmək istəyirəm. Çox mühtəşəm idiniz. Çox sağ olun hər birinizə. Gözəl bir festival yaşatdığımız üçün, gözəl bir bayram yaşatdığımız üçün təşəkkür edirik. Və həmişə bizə belə gözəl bayramlar yaşadın. Təbrik edirəm hər birinizi ürəkdən. Həm uşaqları, həm heyətimizi, həm müəllimlərimizi, əziyyəti olan hər bir kəsi təşəkkür edirəm sadəcə və təbrik edirəm bu iki gözəl konsertə.